Çünki bunu Azərbaycanda eləyən yoxdur. Açıq mən görməmişəm. Otaqda milçək var. Salam. Bu video çox təsadüfi bir şəkildə çəkilmiş videodur. Çünki açığı planımda hal-hazırda bu videonu çəkmək yox idi. Əslində uzun zamandır YouTube-a başlamağı düşünürdüm. Çünki video çəkiliş sahəsində Azərbaycanda yerli bir kanal rastıma çıxmayıb hələ ki. Türkiyədə və xaricdə xeyli kanallar var əslində. Bu tip formatda çəkilişlər eləyən. Lakin Azərbaycanda yoxdur və mən də bu işlərə çox həvəsli olduğum üçün dedim, niyə də yox? Bəlkə məndə uğurlu alınar. Ona görə də bu videonu sizlərlə bölüşürəm hal-hazırda. Belə deyim, bu videoya başlamağımın ən böyük səbəbkarı Amerikadan sifariş etdiyim kamera məhsullarıdır. Aha, kameranın zaryadkası qurtarmışdı. Hələ harda qalmışdıq? Otaqda milçək var. İnşallah ki, kamerada çox görünmür. Görünürsə üzürlü sayın. Bayaqdan çıxartmaya çalışdım, amma alınmadı. Əslində bu sifariş etdiyim məhsulları mən açacaqdım. Sadəcə düşündüm ki, bunu kamera qarşısında niyə eləməyim? Həm bu işə maraq olanlar və yaxud bu avadanlıqların bir və ya bir neçəsini almaq istəyənlər bu videoya baxar. Bəlkə onlar üçün də bir rəhbər ola bilər bu video. Məhsulların çox dərinliyinə getməyi düşünmürəm. Sadəcə ümumi bir təqdimat kimi etməyi düşünürəm. Ancaq istək olsa növbəti videolarda məhsulların hər birini tək-tək incələyib onlar haqqında məlumat verə bilərəm sizə. Videonu çox uzatmadan istəyirəm ki, məhsullara keçim. Dostlar, ilk məhsulu göstərmək istəyirəm belə kameraya doğru. Ulanzi firmasının stabilizator üçün yan tutacağıdır. Bu mənə çox lazım idi. Stabilizatorum var, amma yan tutacağım yox idi. Dostlar, çəkilişlərdə bu çox kömək olur. Əsas köməklərindən biri odur ki, sən bir əlivi stabilizatorun əsas gövdəsindən tutursan və digər əlivi bu tutacaqdan tutanda həm kadrı rahat tuta bilirsən, həm də ki, əlivin əsməyi stabilizatorda minimuma enir. Mən bunu daha əvvəl istifadə etmişdim başqa kamerada, amma özümün şəxsən yox idi. Ona görə düşünürəm ki, bu çox yaxşı oldu mənim üçün. Başqa yaxşı tərəfindən biri də odur ki, üstündə məsəl üçün monitor taxmaq üçün əlavə yeri var və monitor taxmaq olur tutacağa və beləliklə stabilizatorun özünə güc düşmür. İkinci məhsul Siri firmasına məxsus kamera üçün qəfəsdir. Söhbət Sony FX30 modelindən gedir. FX3 və FX30 modeli hər ikisinə uyğundur. Qəfəsin özünə də bəzən monitor bağlamaq lazım olur və yaxud da yan tutacaq, üst tutacaq bağlamaq lazım olur. Bu modelin özündə həm qəfəsdir, həm də üst tutacağı bir yerdədir. Məhsulların hamısının linklərini də aşağı qeyd eləyərəm. İstəyən keçid edib baxa bilər. Üçüncü məhsulumuz Small Rig firmasına məxsus kamera üçün yan tutacaqdır. Bunu da çoxdan istəyirdim əslində. Çünki kameranı bəzən əldə çəkməli oluram, stabilizatorda yox və belə olduğu halda bu yan tutacaq çox kömək olur insana. Çəkilişlərdə əsməyin qarşısını alır əsasən və əlavə olaraq yəni altdan tutmağa ehtiyac qalmır artıq. Birbaşa tutacaqdan tutanda çox daha rahat hiss elətdirir insana. Dördüncü məhsul Hayda firmasına məxsus dəyişkən ND filtrdir. Təəssüf ki, ND filtrim yox idi. Yəni milçək uçur. Sadəcə dəyişkən ND filtri yox, eyni zamanda Polarize filtrlə ND filtrin birləşimidir, belə deyim. Bu məhsul da çox lazım idi. Çöl çəkilişlərində bəzən işığı kontrol eləmək olmur, əsasında günəşli havalarda. Bu ND filtr sayəsində həm çöldəki günəşi minimuma endirirsən, yəni işığı maksimum dərəcədə kontrol eləyə bilirsən və eyni zamanda da Polarize filtr olduğu üçün işıq yansımalarının glare deyilir, qarşısını alır. Son məhsul isə Small Rig firmasına məxsus Magic Armdır. Bu da mənim çoxdan da görüb almaq istədiyim bir məhsul idi. Məni ən çox həyecanlandıran bir qurğudur. Mən bu məhsulu almaq səbəbim Instagramda gördüyüm bir Reels oldu. O videonu da tapsam bura qoyacağam. Videoda bu həmin məhsuldan istifadə olunurdu və bir ucu kameraya bağlanırdı, digər ucu isə kameranın ön hissəsinə, lensənin qarşısına taxılmışdı və klampı var bunun və bu klamp sayəsində istədiyin bir hər hansı məhsulu bağlaya bilirsən və çəkə bilirsən. Belə, məhsullar bu qədər idi. Ümumilikdə 5 məhsulu idi. Bunları sizlə bəsdir olar. Belə, ümumilikdə 5 məhsulu idi. İstədim bunları çəkim sizlə də paylaşım. Bəlkə də kimsə bu məhsullardan birini və ya bir neçəsini almaq niyyətindədir. Düşünürəm ki, video lazım olan yerlərə gedib çatar. Bu mənim YouTube-da birinci videomdur və istəyirəm ki, bundan sonra da maraqlı videolar çəkim. Əslində heç məhsul tanıtmağı düşünmürdüm belə, amma dedim videoya belə bir giriş eləyim. Çalışacağam ki, daha maraqlı kontentlər çəkim. Instagram hesabıma yazacağam. Oradan da məni izləyə bilərsiniz. Videolarımı, işlərimi oradan da baxa bilərsiniz. Bu tip videoların gəlməyini istəyirsinizsə, bunu mənə hər hansısa bir şəkildə bildirə bilərsiniz. Çox sağ olun izlədiyiniz üçün minnətdaram. Növbəti videolarda görüşənədək.
Müzik